Herkese salam, kanalıma, yeni vloguma xoş gəlmisiniz. Necəsiz qızlar? Dünənləri kanalımda paylaşım elədim vlogumu. Sonradan izlədim ki, gördüm bəzi yerlərdə donur, istədiyim kimi alınmayıb vlogum. Ona görə silməli oldum, sildim. Bu gün yenidən montaj edirəm. Fərqli usulda yeni vlog kimi necə deyirlər, montaj edirəm. Digər çəkdiyim videolarda bu vloguma əlavə elədim. Bu tərz vlogları bəyənirsinizsə, kənd həyatını sevirsinizsə, mənim kanalımda qalın, mənə dəstək olun. Mən də sizlər üçün gözəl paylaşımlar edim. Yalanaymış da. Harda? Salonda. O arkada. Pişiydi o. O birisi gedib telefon üçün gəzir. Ha bu qara pişik. Qara pişik ya. Qızlar, istəyirəm buralar qəşəng səliqəyə salım. Artıq havalar qızıb. Bilirəm ki, burada oturacaqlar. Bundan sonra yemək zat burada yeyiləcək. Qəşəng istəyirəm tozlarını təmizləyim. Hörümçəklər də maşallah yay gələn kimi hörümçəklər hər yanda görünür. Qəşəng süpürgə ilə onları qəşəng təmizləyəcəm. Burada da xalça var yumağa. Biraz da havalar istiləşsin. İnşallah başlayaram xalçaları yumağa. Burada ağac var deyə yarpaqlar gəlir düz bura. Bunlar çirklidir. Bu 2 dənəni yuyacağım. Hörümçəklərə baxın siz, Allah nə gündə. Bunların ayaqqabıların izlərini də qəşəng yudum. Qoymuşam gündə qurusun. Qəşəng süpürdüm. Hər yan tərtəmiz oldu. Bunları da qəşəng çırpdım. Təzədən düzəltdim. Hörümçəkləri də vurdum.
Bu klonkanı da qışda bağlamışıq. Çünki yaş içəri olmasın da, yağış yağanda içəri ıslanır. Ona görə hələ ki sökməmişik, qalıb. Onu da söksək qəşəng görünər. Digər tərəfdə də var idi, onu sökmüşük. Bu tərəfdə də vurmuşduq. Çünki qışda burada atırdım paltarları bura asılqana, burada qurudurdum. Ona görə bura klonka çəkilmişdi. Balkon açıqdır deyə külək çox əsir. Ona görə klonkamız cırılıb. Gərək təzə klonka alaq. Baxma, qışdan qalıb deyə artıq köynəlib. Buranı da hər gün silirəm. Çünki maşınlar gəlir açıqdır deyə toz olur stolun üstü. Görsən ki, hər zaman toz içindədir. Yenə çay, yemək gətirəndə öncədən silirəm, sonra gətirirəm nələrsə qoyuram stola. Bir də xanımlar, stul. O 2 dənə də çaşıram. Hər zaman onlarda çaşıram deyəndə bilmirəm düz dedim yoxsa yox. Ola bilsin səhv də deyim. Olan haldır da, yəni hər kəs çaşa bilər məncə. Özümə təsəlli edirəm də, hər kəs çaşa bilər. Hə xanımlar, türklər demiş, yorğunluq çayımı içim, bir çay hak etdim. İşlərimi bitirdim, qəşəng mənzərəyə doğru bir dənə qəşəng çay içim, özümə gəlim, sonra digər işlər məni gözləyir. Get götür, yumurtaları götür, gətir. Sərsələr çıxdı, sən götür, gəl. Götür, götür, ikisini de götür. Hə, aferin, yavaş yavaş. Bunun vitpasına baxın siz Allah. Şalvar giymiyor, artıq keçib şortlu giymeye. Evə get balam, evə get Murad. Nədir, içində səs gəlir? Sərçə var. Qaqqanın içində sərçə var. Hə, mama götürdü. Hə. Götür, gedək evə. Evə get, el eləmə, sınar. Gəlirəm. Xanımlar, ballı tort hazır edəcəm. Onun üçün malakosunu hazırlayıram ilk öncə. İlk öncə qaba əlavə edirəm 3 stəkan süd, 1 stəkan yarım şəkər tozu, 3 xörək qaşığı da un əlavə edirəm. Malakosun belənçini hazır edirəm. Vamodda dibi yapışmayana qədər, qaynara düşənə qədər qarışdırıram. Nə çox qatı, nə də çox duru olmur da. İndi isə keçirəm xəmirimi hazır eləməyə. Ballı tortun reseptinə nələr gedir. İlk öncə 4 ədəd yumurta, 200 stəkan şəkər tozu əlavə edirəm. Bunları yaxşıca biraz qarışdırıram. Qarışdırandan sonra yarım stəkan duru yağ əlavə edirəm. Bu mən özüm necə deyirlər bu resipi illər əvvəl kəşf eləmişəm. Elə bu usulla da edirəm. Çox gözəl ballı tort alınır. Siz də sınayın. Artıq burada yağımı əlavə edirəm. Yağımı tökəndən sonra 1 çay qaşığı soda, 1 paçka vanil, unu da az-az gözə yarı əlavə edirəm. Ən sonda da mürəbbə suyu yarım stəkan əlavə edirəm. Bir də limonun suyunu sıxıram. Burada da çayını sodanla vanilimi əlavə elədim. Hamısını bir qaba əlavə edirəm. Sonra bir qaba tökmüşəm qaynar su. Onun buxarında şəkər tozu əriyənə qədər qarışdırıram. Çox asan, tez başa gəlir. Siz də sınayın. Mürəbbə suyu da açıq mürəbbə olan mürəbbənin suyundan istifadə eləsəz çox yaxşı olar. Mən burada
əncil mürəbbəsinin suyundan istifadə elədim. Gilasın suyu da olanda yaxşı olur, yəni mürəbbənin suyu çox dadlı eləyir. İstəsəz bal da əlavə edə bilərsiniz, amma mən mürəbbə suyu hər zaman istifadə edirəm. Artıq burada qoyuram, ara sıra qarışdırıram. Burada götürdüm 15-20 dəqiqə belə vamodda, buxarda qoyuram ki, şəkər tozu əriyir. Ondan sonra gözə yarı yenə unumu əlavə edirəm. Xəmir nə çox quru, nə də çox yumşaq olmamalıdır. Çünki isti-isti bunu yoğurmaq lazımdır ki, qalandan sonra çünki tez bərkiyir. Tez bazar isti-isti elə unu əlavə edirəm, yoğururam qəşəngcə. Sonra istəyə görə kündələri özünüz ayarlaya bilərsiniz. Dəzgahın üzərinə tökdüm, dedim yaxşıca qoyub qarışdırım. Belə mənə rahat olur, ona görə belə bu usulla istifadə elədim. Yenə vurğulayıram xanımlar, mən əlcənlə iş görməyi sevmirəm, ona görə qəşəngcə əllərimi yuram, sonra işlərimi davam edirəm. Birazcık un səpirəm ki, yapışmasın xəmir, çünki baxma, biraz yapışqan xəmirdir. Ona görə undan istifadə edirəm. Artıq kündələrimi tutdum. Üstlərini örtürəm ki, çünki qurumasın deyə yumuşaq qalsınlar. Həm açılmağı rahat olur. Ona görə belə bu usulla istifadə edirəm. Rahat açılan xəmirdir, incitmir məni. Çox da un istifadə etmirəm. Biraz səpirəm ki, yapışmasın dəzgaha. Xanımlar, bu tərz günlük vloqları bəyənirsinizsə, kanalımda qalın, mənə dəstək olun. Nələr görmək istəyirsiniz, yorumlarda yazın. Növbəti vloqları sizlərin istəyinə görə hazırlayım. Mən günlük ev işləri, bişirdiyim şirniyyatlar, gəzdiyim yerlər çalışıram ki, sizlər üçün də vloqlayım, çəkim, paylaşım. Sizlərə xoş izləmələr. Siz də mənə dəstək olsaz, tam izləsəz çox sevinərəm. Bu qazanın ağzından yoxlayıram ki, çünki iriliyin, istəyirəm bu ölçündən kəsim, bu boydana olsun deyə. Ona görə yoxlayıram, görəm açdığım xəmir qabın ağzına uyğun olur, yoxsa yox. Ona görə yoxladım. Gördünüz necə, hansı usulla qattaladım. Xəmirin hər arasına un səpdim ki, qalsa da qoy yapışmasın. Çünki yumuşaq xəmirdir deyə arasını azca unla səpdim. Qoy yapışmasın deyə. Kündələrim də 11 ədəd alındı. Artıq ikincisini açıram. Açdıqca da yavaş-yavaş sobanı qızdırmışam, artıq bişirirəm. Qoy tez olur, elə açdıqca bişirəndə tez olur. Çox da saxlatmaq olmur xəmir, çünki yapışa bilər bir-birinə, həm də qalır, sərtləşir də. Quruyandan sonra vəbşi açmaq olmur. Sobanın tavasını yaxşıca qızdırdım, sonra un əlavə edirəm. Xəmir yapışmasın deyə undan istifadə eləmək lazımdır. Qəşəngcə xəmirimi qoyuram, sonra çəngəl vasitəsilə dəliklər hər yanında açıram. Çünki dəliklər ona görə açıram ki, qabaranda hamısı eyni formada qabarsın. Xanımlar, artıq yuxalarımı bişirdim, gözləyirəm ki, soyusun. Bu zaman kremimi keçmişəm hazır eləməyə. 250 qram kərə yağından istifadə edirəm, əridilmiş formada. Bir paçka vanil əlavə elədim. Bir də öz hazırladığım malakonu soyutmuşam. Burada da görürsünüz, bişmiş malako da var. Hər ikisindən istifadə edəcəm.
Nə qədər apardısa, o qədər də əlavə edəcəm. Artıq kremimi qəşəng hazır elədim. Qozumu da xırda-xırda doğramışam. Arasına qoz da səpəcəm. İlk öncə qaba biraz yağ sürtürəm ki, kremdən çəkirəm. Yaxşıca yapışsın yuxa krema, çox da tərpənməsin deyə. Ona görə unun təmiz edirəm. Ondan sonra başlayıram yuxalarımı üst-üstə yığmağa. Bişmiş malakodan ona görə istifadə edirəm ki, kremi daha da dadlı eləyir, çox dadı qatır, ləzzətli olur. Kremimdən artıq qalıb, inşallah növbəti vlogda istəyirəm ki, pirojna hazır edim. Əgər hazırlasam, paylaşım edəcəm, çəkəcəm. Qəşəng pirojnalar bizim evdə ən sevilən şirniyyatdır. Hər yuxanın arasına belə bolluca krem istifadə edirəm. Sonra hər qatına da qozdan əlavə edirəm. Qozla daha da dadlı olur. Zavarlı kremlə bizim ailədə sevirlər. İstəsəz siz qaymaqdan da istifadə edə bilərsiniz. Zövqə görə, yəni kimə necə uyğundur, o kremlə edə bilər. Qabla kəsmişdim, tortun qıraqlarını çıxartmışdım. Onları da qəşəng üyütdüm blenderdə, toz şəklinə gətirdim. Sonra onun kənarlarına qəşəngcə o tozdan istifadə edəcəm. Artıq tortumu yığdım, hamısını bitirdim. Bu düşbərə kəsən ilə forma verirəm tortuma ən sonda. Belə gözəl şəkilləndirirəm. Xanımlar, ballı tort haqqında nələri yenə bilmək istəsəz, yazarsınız yorumlarda. Hər birinizin yorumunu cavablayacağam. Göz haqqınızı halal edin, siz də bişirin, nuş olsun sizlərə də. Çox asan, tez başa gələn ballı tortdur. Bugünlük bu qədər, hələlik.